Həyata bir dəfə gəliriksə, qoğalsız Novruz olmaz deyib, şirin və sərtmə şol qoğal etdim. Min ölçüdə həm daha dadlı olur, həm də uşaqlar yarım saxlamadan axıra kimi yeyir. Bol ədviyyatlı içlik edib mütləq qovururam. Qovuranda içliyi daha dadlı olur. Yumurta ağı, kərə, xama, maya südü ilə yumşaq xəmir yoğurub, ümumi 14 gündə eləyirəm. 7-sini şor, 7-sini şirin qoğala ayırıram. Çox nazik yaymadan arasını kərə ilə yağlayıb, cəmi 2 laya içlik səpirəm. Sərtmə qoğal bilirsiniz ki, çox şişmir. Hər laya səpəndə isə heç şişmir. Sonda qatları ehtiyatla əlimlə dartıb genişləndirirəm. 2 barmaq enində lent şəkilli kəsib balaca ölçülərlə bururam. Buranda dartaraq eləyirəm ki, biraz da nazilsin laylar. Sobaya verməzdən öncə 20-25 dəqiqə qoğalları dincəldirəm. Keçək şirin qoğala. İçliyi rəfiqəmdən öyrəndiyim kimi un, yağ, şəkər tozu ilə qarışdırıb biraz da qaymaq əlavə eləyirəm. Bunu mütləq yoxlayarsınız. Yağlanmış layları qoğal formasında burub, içini doldurub şirin qoğallarda hazır eləyirəm. Üzərinə yumurta sarısı çəkib şirinlərə küncüt, şol qoğallara isə çörək otu səpirəm. Konveksiya rejimində 150 dərəcədə bişirirəm. Dəqiq ölçüləri açıqlamada qeyd etmişəm. Bizim evdə Novruzda ən tez yeyilən qoğal olur. Bəs sizdən çox hansı sevilir? Həyata bir dəfə gəliriksə, qoğalsız Novruz olmaz deyib, şirin və sərtmə şol qoğal etdim. Min ölçüdə həm daha dadlı olur, həm də uşaqlar yarım saxlamadan axıra kimi yeyir. Bol ədviyyatlı içlik edib mütləq qovururam. Qovuranda içliyi daha dadlı olur. Yumurta ağı, kərə, xama, maya südü ilə yumşaq xəmir yoğurub, ümumi 14 gündə eləyirəm. 7-sini şor, 7-sini şirin qoğala ayırıram. Çox nazik yaymadan arasını kərə ilə yağlayıb, cəmi 2 laya içlik səpirəm. Sərtmə qoğal bilirsiniz ki, çox şişmir. Hər laya səpəndə isə heç şişmir. Sonda qatları ehtiyatla əlimlə dartıb genişləndirirəm. 2 barmaq enində lent şəkilli kəsib balaca ölçülərlə bururam. Buranda dartaraq eləyirəm ki, biraz da nazilsin laylar. Sobaya verməzdən öncə 20-25 dəqiqə qoğalları dincəldirəm. Keçək şirin qoğala. İçliyi rəfiqəmdən öyrəndiyim kimi un, yağ, şəkər tozu ilə qarışdırıb biraz da qaymaq əlavə eləyirəm. Bunu mütləq yoxlayarsınız. Yağlanmış layları qoğal formasında burub, içini doldurub şirin qoğallarda hazır eləyirəm. Üzərinə yumurta sarısı çəkib şirinlərə küncüt, şol qoğallara isə çörək otu səpirəm. Konveksiya rejimində 150 dərəcədə bişirirəm. Dəqiq ölçüləri açıqlamada qeyd etmişəm. Bizim evdə Novruzda ən tez yeyilən qoğal olur. Bəs sizdən çox hansı sevilir?